metrlərlə ölçülən gəmi suyun üzərində necə qalır? Təbii ki, bunun elmi izahını Arximed qanununa əsasən vermək olar. Qədim Yunan alimi və mühəndisinin sübut olunmuş fərziyyəsinə əsasən mayeyə batırılmış cisim sıxışdırıb çıxardığı mayenin çəkisinə bərabər qüvvə ilə geri itələnir. Bəs bütün cisimlər suda bu qanuna əsasən qalır? Bəli, amma gəmiləri bu qanuna uyğunluğa tabe etmək üçün bir sıra məqamlar nəzərə alınmalıdır. Gəminin gövdəsi su keçirməz xarici örtükdən və göyərtə döşəməsindən ibarət olur, daxildə yığımla möhkəmləndirilir. Bundan başqa, gəminin gövdəsində boş sahələr yaradılır, bu boşluqlarda hava yaranır. Yaranmış havanın nəticəsində gəminin sıxlığı suyun sıxlığından daha az olur və bunun nəticəsində gəmi suyun üzərində qala bilir. Başqa sözlə desək, gəmi öz həcmi qədər su kütləsindən daha yüngül olduğu üçün suda batmır. Yəni bu proses gəmi suya buraxıldıqdan sonra baş verir? Gəmi suya enən anda onun sualtı hissəsinin həcmi qədər suyu sıxışdırıb çıxarır. Bu sunun çəkisi gəminin ümumi çəkisinə bərabər olur. Buna gəmi mühəndisləri çəki su basımı deyir. Başqa sözlə, gəmidə süni qüvvə yaradılır. Təbiətdə olan ağırlıq qüvvəsi gəmini suyun dibinə doğru çəkir. Lakin gəminin gövdəsindəki boşluqlar hesabına yaranan qüvvə əks istiqamətdə təsir edir. Beləliklə, onun suda üzmə qüvvəsi yaranır. Buna gəminin üzmə qabiliyyəti deyilir.